insanlaşmak, zamane inamını inamsızlık saydım, inam yarattım. Zamane idrakını idraçsızlık saydım, idraç yarattım. Zamane meneviyatını meneviyatsızlık saydım, meneviyat yarattım. Zamane iradesini iradesizlik saydım, irade yarattım. Zamane amalını amalsızlık saydım, amal yarattım. Zamane emelini emelsizlik saydım, ocak kaladım. Terdiklere yükseldim, ata çağırıldım. Beşerin nicatı insanlaşmaktadır. İnsanlaşın, insanlaştırın. Ürəyinizdə güneş olsun, sayğılı yurttaşlarımız. Bu günlər biz Asif Atanın 90 illiyi qarşısındayıq. Asif Atanın ömrü, ocağı haqqında qısaca bilgilər vermək istəyirəm. Asif Atanın ömrü ilə bağlı Azərbaycanda nə baş verdi? Onun yaratdıqlarının Azərbaycana nə qədər dəxli var? Hələ təhsil illərində Asif Ata Azərbaycanla bağlı çox ciddi axtarışlar eləmiş. Ancaq Azərbaycanın durumu, eləcə də Azərbaycanla bağlı bilgilər Asif Atanı heç yerdə qane eləməmişdir. Ona görə o düşünüb, daşınıb və bu düşüncəyə gəlib ki, Azərbaycan haqqında bilmək, Azərbaycan haqqında bilik vermək çox azdır. Azərbaycan haqqında inam yaratmaq gərəkdir. Azərbaycan haqqında bilik də bizdə hədsiz dərəcədə azdır. Amma bilik özü azdır Azərbaycan məsələsinin həlli üçün. Bilikdən artıq inam olmalıdır. Yəni, şuurdan artıq idrak olmalıdır. Yəni, hadisələrdən artıq məna olmalıdır. Biz mənaçıyıq. Bizim məqsədimiz Azərbaycana sübut eləməkdir ki, sən ruhən hədsiz dərəcədə böyüksən. Zahirən demək olar ki, bu nə məsələdir ki, məyər bunu bilmirlər, bunu bilmirlər. Bunu elə bilirlər ki, bilməsələr ondan yaxşıdır. Əgər bunu bilsəydilər, onda Azərbaycan çoxdan müstəqil mahiyyətinə çatmışdı. Ona görə demək olar ki, bilmirlər. Bir də bilməyə azdır, gərək onu ömrə çevirəsən, taliyə çevirəsən. Onu gərək özündə yaşadasan, gərək ondan nəfəs alasan. Ruhanilik alimlikdən çox artıq məsələdir. Hamı alim ola bilər. Müəyyən bir şeyi öyrənə bilər. Amma ruhani mahiyyədə çatmaq üçün gərək qeyri-adi, çılğın və səbatlı həm də ruhun olsun ki, bunu heç kəsə verə bilməz. Ona görə bizim məqsədimiz odur ki, Azərbaycan ruhu bərqərar olsun. O kəs ki, içində bunun bu şeyim kimi gəzdirir, o sevinsin, fəxr eləsin, qanatlansın, özünü tapsın. O adam ki, bunu bilmir, bunu bilsin, lakin bilməyi azdır. Bunu duysun, ömrə çevirsin, taliyə çevirsin. Ona görə bizim iddiamız çox böyükdür. Mən bilmirəm, Gürcüstan ruhu varmı? Mən bilmirəm, erməni ruhu varmı? Mən maraqlanmamışam bu məsələ ilə. Amma Azərbaycan ruhu var və çox böyük məsələdir Azərbaycan ruhu. Azərbaycan ruhu zərdüşt deməkdir. Bütün zərdüşt, bütün dünya zərdüştə barabar deyil. Bilmirəm, erməninin, Gürcünün zərdüştü varmı? Azərbaycan Babək deməkdir, Xürrəmdin deməkdir. Bilmirəm, başqa xalqın Babəki varmı? Eşliyərdə yaşayan başqa xalqın. Azərbaycan Dədə Qorqudluq deməkdir, axsaqqallıq deməkdir. Bizdə olan axsaqqallıq ideyası, idealı varmı başqa ölkələrdə? Məncə yoxdur.
Azərbaycan Xürrəmizmdən başlayan və sonradan artan, böyüyən hürifizm yaratdı. Yəni insan Allah ideyasını mən demişəm. Azərbaycan muğamdır. Heç kəs, heç bir xalqda belə bir musiqi yoxdur ki, insan ilahiləşsin addım-addım, şöbə-şöbə. Və sazdır, Türk dünyasının mahiyyətini özündə ifadə edən, zərifliklə möhtəşəmliyin vəhdətindən yaranan bir qüdrət. Bax, bunlar hamısı bir yerdə birləşirlər və hər biri birləşəndən sonra özünün artıq olurlar, özünü ötürlər və belə ruh yaranır. Bax, məqsəd budur. Bu istəklə o, Azərbaycanda 60-cı illərdə ciddi fəaliyyətə başlamış. İlk fəaliyyətini ədəbi tənqidçiliklə həyata keçirmişdi. Onun dalınca isə ocaq yaratmışdı. Ocağın yaranma zərurəti belə olub ki, Asif Ata hələ 60-cı illər, 70-ci illərdə öz istəklərini, ideyalarını Azərbaycan toplumunun üzdə olan kəsimi arasında yaymağa başlamışdı. Ancaq o çağlarda Asif Atanı Sovet Dövlət Təhlükəsizlik Komitəsi təqib eləməyə başlayandan sonra Asif Ata demək olar tək qalır. Yəni çevrəsində olan insanlar hərə bir yana dağılışıb Asif Ata ilə bağlantıları kəsiblər. Buna görə Asif Ata belə bir düşüncəyə gəlib ki, Azərbaycanın indiki durumu ilə bağlı hansısa bir addım atmaq, hansısa bir işi başa gətirmək olumsuzdur. Çünki dünyanın keysə belə heç nə qalmır. Dünya insanın özündəkini aşkara çıxarmaq üçündür. İnsanların müsbəqliyi, ilahiliyi. Dünya bunun üçündür. Bunu da çıxarmaq üçün yüz götürməlisin çiğnə. Lakin gəlib bu əzabın özünü keyf hesab edəsən. O təqib vaxtları mənim ömrümün ən gözəl vaxtlarıydı. İnanın ki, yalan demirəm. Ondan sonra 15 fəlsəfəsər yazdım. Yəni çoxlu çap olmuyor. Oxuyacaqsınız. Həmin o məqamda. Ona görə də o dedi ki, o belə bir düşüncə gəlib, düşündük, daşındıq, ocaqlaşma yolu tutdu. O bütün çalışmalarının hamısının mərzini ocaqda sintez edib və fəaliyyətini ocaqda davam eləməyə başlayıb. Ocaqda Asif Atanın işi, hərəkatı, ruhani hərəkatı atalı evladlıq prinsiplərinə dayanıb və bu yöndə o, belə deyək ki, ocağın bütün gərəkən əsaslarını yaradıb, bir sistem şəklinə salıbdır. Yəni, hər bir məsələ, hər bir hərəkatı təmin edə biləcək hər bir məsələ sistemləşdirilib və onunla da fəaliyyətə başlayıb, davam edib daha doğrusu. Asif Ata Azərbaycanın mahiyyətini özündə daşıyan ideyalar sistemi yaradıb. Eləcə də bütövlükdə bəşəriyyət üçün, insanlıq üçün o yeni bir sivilizasiya, yeni bir era vəd edib. Bunun ideya əsaslarını işləyib yaradıb, onun davamlı şəkildə təbliğatı ilə uğraşıb. Həm quruculuğu ilə, həm təbliğatı ilə uğraşıb. Əsasən 80-ci, 79-cu ildə ocaq yarandan sonra onun gizli fəaliyyəti başlayıb. Söz yox, bunların hamısı təqiblə bağlı idi. Bu davam edib 90-cı illərə qədər. 90-cı illərdən sonra Sovetlərin dağılması aşaması başlayır. Ondan sonra Asif Ata gizli fəaliyyətdən açıq fəaliyyətə keçir. Ocağının tərkibini genişləndirməyə başlayır. Demək olar ki, yəni qurumunun yaşaması üçün gərəkən hər bir məsələni işləyib ortaya gətirmişdir. Bayrağını işləyib yaradıb, kitablarını yazıb, ocağa evladlar gətirib işini davam eləmək üçün onların boyuna məsuliyyət qoyub. Eləcə də ocağın bayramlar ideyasını ortaya gətirib, yəni insanlığın həyatında bayramlar olduqca önəmli bir məna daşıyır. Bunun üçün də insana gərək olan, insanlığı ifadə edən, bəşəri məzmunu özündə daşıyan bayramlar ideyasını işləyib ortaya gətirdi. Asif Ata
Ocağını 19 il yaşadıb, miladla 97-ci ilə qədər, öz ocağının təqvimi ilə 19-cu ilə qədər. Bundan sonra xəstələnib, xəstəliklə də Asif ata ölüb, aramızdan gedib. Ancaq atanın ölümündən sonra onun ocağı dayanmadı. Çox gərgin aşamalar keçdi. Çünki heç yerdə belə bir təcrübə yox idi, belə bir məsələni yaşatmaq üçün insanlar hazır deyildi. Ona görə olduqca çətin olub, çətin yollar keçilib. Ancaq ocaq dayanmayıb, ocaq öz işini davam elətdirib. Əsaslı zəmin var idi, təməl var idi, ideyalar var idi, hər şey var idi. Sadəcə onu yaşatmaq qalırdı. Onu da Asif atanın ocağının insanları o yükün altına girib davam elədilər. Atanın ölümündən sonra da davam edən əməllər çox zəngin olub. Azərbaycana qarış-qarış səfərlər oldu. Atanın ideya, prinsipləri çatdırılıb, ədəbiyyatları, çoxsaylı ədəbiyyatları çap olunub, bağışlanıb. Onlarca adda kitablar çap olunub, ayrı-ayrı tirajlarla. Qəzet buraxılışları hazırlanıb, təqvim, gün sıra vizitləri hazırlanıb. Yəni hədiyyə olmaq üçün bülletenlər hazırlanıb. Məktəblərdə, ali məktəblərdə, dediyim kimi rayonlarda, Bakıda, Sumqayıtda, Bakı ətrafı kəndlərdə, hər yerdə çoxsaylı görüşlər keçirilir. Bu görüşlərin sayı yüzlərcədir. Bugün də davam edir. Kütləvi görüşlər azalsa da, ancaq görüşlər də, ocağın tədbirləri də, ocağın fəaliyyəti davam edir. Ocaq mərasimlər deməkdir. Mərasimlər keçirilir. Ocaq ailələr deməkdir. Ailələrin ailə toplantıları həyata keçirilir. Ocaq məktəb deməkdir, ruhani məktəb. Ocaq ruhani məktəb funksiyasını dəyərli şəkildə yerinə yetirir. Xalqın içində xalqın gələcəyini düşünən, gələcəyini qurmaq istəyən insanları axtarır, soraqlayır. Onları insanlaşma bayrağının altına çağırır. Bu iş uzun illər davam edib, davam da eləyəcək. Biz əminik ki, xalqın varlığı onun özünün mahiyyətinə bağlı ruhaniyyatınla bağlaşarsa qurula bilər, gələcəyə gedə bilər. Xalqlaşma prosesi ancaq bu zəmində həyata keçə bilər. Siyasi hərəkatlar, siyasi fəaliyyətlər başqa bir çalışmalardır. Onlar əsla xalq yaratmaq gücündə, iqtidarında deyil. Xalqı yarada bilər, ruhaniyyat, xalqı yarada bilər, mənəvi hərəkat, ocaq hərəkatı. Ona görə Asif ata dedi, düşündük, daşındıq, ocaqlaşma yolu tutduq, bu işi həyata keçirik. Xalqın içində xalqı yaradan, təmsil edən şəxsiyyətlər formalaşmalıdır. Bunun üçün o ideyalar veribdir. İnsanın qurulması, özünü yaratması, özünü dərk prosesi, xalqı dərk prosesi, dünyanı dərk prosesi, bütün bunlar olmadan xalqın yaranması, qurulması, özünə xas ölçülərlə, dəyərlərlə həyatını sürdürməsi olumsuzdur. Bugün bizim xalqımız olduqca ciddi dağıntılara, parçalanmalara uğrayıbdır. Xalqın içində hər cür bayağı ideyalar var, hər cür bayağı ideologiyalar var. Xalqı hər cür çaşdırırlar, azdırırlar. Ona görə də vahid bir sistem yoxdur, vahid bir ölçü yoxdur, vahid birlik yoxdur. Xalqın özünü ifadə edə biləcək milli özəllikləri, sıradan çıxarılıb dəyərləri yoxdur. Asif ata bunları yaradır, yaratmaqdadır, yaradacaqdır.